Biz keçən dərs deməli danışdıq ki, boykot illəri oldu. Peyğəmbər sallallahu aleyhi və səlləm və onun əshabı kafirlər tərəfindən, hətta onların yanında olan, onlara dəstək verən müşriklər belə boykota məruz qaldılar və bu boykot dönəmi uzun müddət davam etdi. Lakin bəzi müşriklər bu boykot vərəqinin cırılması ilə bağlı etiraz etdilər uzun bir müddət sonra və bu səbəblə də boykot nə edildi? Ortadan qalxdı. Və dedik ki, həmin müddət içərisində Peyğəmbər sallallahu aleyhi və səlləmin kədər ili, hüzün ili adlanmış olan il, səbəb isə Peyğəmbər sallallahu aleyhi və səlləmin ən çox onu himayə edən əmisinin vəfat etməsi və eyni zamanda da Peyğəmbər aleyhissalatu və sələmin zövcəsi Xədicə radiyallahu anhənin vəfat etməsi Peyğəmbər sallallahu aleyhi və səlləmi böyük bir şəkildə kədərləndirmiş. Hətta sahabələrdən bəziləri deyirdilər ki, Allah Rəsulü uzun müddət evə girər və evdən uzun bir müddət çıxmazdı. Və bu günləri danışacağımız məsələ isə Peyğəmbər sallallahu aleyhi və səlləmlə Ayşə anamızın soruşmuş olduğu bir hadisə. Hansı hadisədir? Ayşə anamız soruşur ki, ey Allahın Rəsulü, sən Uhud günündən daha ağır bir gün ilə rastlaşdınmı deyir. Sən Uhud günündən daha ağır bir gün ilə rastlaşdınmı? Niyə görə Uhud gününü misal verir? Çünki sahabənin yanında Uhud günü həqiqətən ağır bir günü idi. Yəni, böyük bir imtihana sahabələr məruz qalıb, orada böyük bir itki olub, sahabənin yanında ağır bir gündür. Ondan daha ağır bir gündə rastlaşdınmı deyir. Onda Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bəli deyir, ey Ayşə, mən o gündən daha ağır bir günlə rastlaşdım. Onda Peyğəmbər sallallahu aleyhi və səlləm Taifi xəbər verir. Yəni, Taifə getdim, orada başıma bunlar gəldi, dəvəti ulaşdırdım. Bu günləri danışacağımız Peyğəmbər sallallahu aleyhi və səlləmin dilindən olan həmin o Taifdə yaşanan hadisə haqqında olacaq. Məkkə ilə Taif arası təqribən 100 kilometr bir məsafədir. Gedənlər bilirlər, 100 kilometrə yaxın bir məsafədir. Peyğəmbər sallallahu aleyhi və səlləm ora gedir. Səbəb isə ora getməsinin səbəbi orada olan əmr sahiblərinə həm dəvəti çatdırsın, Peyğəmbər sallallahu aleyhi və səlləmi himayə etməsi üçün aleyhissalatu və səlləm Taifə gedir. Və ilk onların 3 nəfər ki var, hansı ki o Taifə sahiblik edirlər, Peyğəmbər sallallahu aleyhi və səlləm həmin o 3 qardaşa da dəvəti çatdırır. Dəvəti çatdıranda birisi mən səninlə danışmaram deyir. Yəni birisi açıq şəkildə mən səninlə danışmaram. Bir digəri deyir ki, əgər sən Peyğəmbərsənsə, mən səninlə danışıb sənə cavab verməyim doğru olmaz. Əgər Peyğəmbər deyilsənsə də, mənim sənin səviyyənə düşüb səninlə danışmağım özümə sıxışdırmaram deyir. Üçüncü birisi də istehza edir. Allah Peyğəmbər göndərə səni mi göndərdi deyə Allah Rasulü sallallahu aleyhi və səlləmdən istehza edir. Aleyhissalatu və səlləm onu gördükdə ki, onlar dəvəti qəbul etmirlər. Aleyhissalatu və səlləm onlara deyir ki, tamam, dəvəti qəbul etmədiniz, mənə burada yaşamağıma, məni himayə etməyə, mənim burada yerləşməyimə izin istəyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Onu da rədd edirlər və istehza edirlər yenə Peyğəmbər sallallahu aleyhi və səlləmlə. Onda aleyhissalatu və səlləm deyir ki, o zaman belə eləyək, mənim bura gəldiyimi Məkkəlilərə bildirməyin. Mənim bura gəldiyimi heç kimsəyə bildirməyin, mən geri qayıda bilim. Onda Peyğəmbər sallallahu aleyhi və səlləmə Taifin, yəni orada yaşayan uşaqları, axmaqları, səfihləri aleyhissalatu və səlləmi daşlamaq üçün göndərirlər və Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında Zeyd olur. Onun köməkçisi, onu yardım eləyən, onun oğulluğu olan Zeyd radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında olur. O deyir ki, vallahi deyir, mən deyir aleyhissalatu və səlləmin sağına keçirdim, onlar soldan Rasulullahın üzünə daş atırdılar deyir. Sol tərəfinə keçirdim, Rasulullahın üzünə sağ tərəfdən daş atırdılar və Allah Rasulü aleyhissalatu və səlləm qanın içərisində idi deyir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm təqribən siyər kitablarında gəlir ki, 3-5 kilometr onlardan aralaşıb qaçmağa çalışır və gəlir bir bağa sığınır. Bura qədər olan hissədə alacağımız ibrətlər budur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm gəlib dəvəti çatdırmış olduğu insanlar oranın alt təbəqəsi deyil, üst təbəqəsi idi. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm keçən dərslərdə də dedi ki, aleyhissalatu və səlləmin hədəfi böyük olan, dəvətə yardım edəcək olan, dəvətə qatqısı olacaq olan kimsələri dəvət etmək idi. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm başda olan insanları dəvət etməyə çalışır. Onlar dəvəti icabət etməyib Peyğəmbər sallallahu aleyhi və səlləmlə istehza etdikləri zaman aleyhissalatu və səlləmin onların istehzalarına yenə aldırış etmir. Aleyhissalatu və səlləm onların istehzalarına boş verərək öz məsələsini, öz məramını anlatmağa davam edir. Bu bizim önümüzə keçən dərslərdə çox gəldiyi kimi bundan sonra da çox gələcək.
peyğəmbərlərdə və əshabda olan dedik ki, ən bariz, açığa çıxan, ən gözəl özəlliklərdən birisi, onlar əgər bir insanla gəlib bir məramı, bir məsələni danışmağa gəliblərsə, onların qışqırtmalarına getmirlər. Musa aleyhisselamı misal verdik, Peyğəmbər sallallahu aleyhi və səlləmi misal verdik, əshabdan bəzilərini misal verdik ki, onlar əsla və əsla nə etmirdilər? Digər şeylərə keçid eləmirdilər. Biri səni qışqırdır, biri sənə fərqli söz deyir. Məram nədir? Mən bura nə üçün gəlmişəm? Səndən fərqli bir şey danışmağa gəlmişəm. Amma onun qışqırtması, onun məsələni fərqli yerə çəkməsinə əshab nə etmirdi? Getmirdi. Bəs niyə Peyğəmbər sallallahu aleyhi və səlləm Həmzə ilə getmədi, Ömərlə getmədi, Abu Bakrla getmədi, Zeydlə getdi? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm necə gəldi iş görmürdü. Peyğəmbər sallallahu aleyhi və səlləmin o yola Ömərlə, Abu Bakrla, Həmzə ilə və digər böyük sahabələrlə getməməsinin səbəbi oydu ki, diqqət çəkməsin. Çünki sən bir diyardan çıxırsan, bir var ki, sənin həmişə yanında olan, sənə hizmətçi olan insanlar hər gün bir aradasan və sənin hizmətçindir, sən ondan çox yerə gedib gələ bilərsən, amma Ömərlə bir yerə gedəcək olsan, Abu Bakrla bir yerə gedəcək olsan, bu kafirlərin diqqətini çəkəcək və buna qarşı olacaqlar. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm nə edir? Zeydlə bərabər yola çıxır ki, ta ki müşriklərin diqqətini çəkməsin. Aleyhissalatu vesselam o uşaqların daşlaması ilə bərabər gəlir bir bağa sığınır. Bağda olduğu zaman eyni bu cür Allah azza və cəlləyə dua edir. Deyir ki, Allahım, qüvvətimin zəifliyini, çarəsizliyimi və insanların yanında dəyərsiz olmamı sənə şikayət edirəm. Yəni, buradakı dua çox önəmlidir. Axıra qədər ləfiz olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmin etmiş olduğu duaya baxın. İçində necə acizlik var, içində necə kədər var və necə Allah azza və cəlləyə sığınma var. Və Peyğəmbər sallallahu aleyhi və səlləm davam edir, deyir ki, ey mərhəmətlilərin ən mərhəmətlisi, sən mənim Rəbbimsən, mənim işimi kimə tapşırırsan? Uzaq bir yad adama ki, hansı ki mənə sərt davransın. Yaxud da düşmənimə ki, işimi onun əlinə verəsən. Əgər sənin mənə qəzəbin yoxdursa, mən heç nədən qorxmuram. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm qorxmuş olduğu şey nədir? Bütün başına gələn bu şeylərin Allahın qəzəbi olması. Yəni, o əsnada belə düşünmüş olduğu şey, yəni, amanın günü də Allahın qəzəbinə gələrəm. Əgər bu şey deyir, sənin qəzəbin deyilsə, mən bunların hamısından razıyam. Yəni, Allah azza və cəllə rızasını bildirir. Və sonda deyir ki, bütün güc qüvvət yalnız sənindir, deyir Allah azza və cəlləyə. Peyğəmbər aleyhissalatu vesselam, baxın, bu duada bir, yəni üzüntülüdür, kədərlidir. Kafirlərin əlində, onların yanında kiçik duruma düşməsi, onların onu aşağılaması aleyhissalatu vesselama ağır gəlib və Allah azza və cəlləyə dua edir. Sən mərhəmətlərin ən mərhəmətlisən, mənim işimi kimə buraxırsan, ya Rabbi. Əgər bu sənin qəzəbindirsə, Peyğəmbər sallallahu aleyhi və səlləm ondan qorxur. Əgər qəzəbin deyilsə, o zaman mən başıma gələn şeylərdən dolayı narahat deyiləm. Qəzəbindirsə də yenə səndən qaçmıram, yenə sənə sığınıram, deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Nə ilə? Əflə, tövbə ilə, bağışlanmaqla Allah azza və cəlləyə sığınır. Diqqət edin, Peyğəmbərlərin başına bir iş gəldikləri zaman Allah azza və cəlləyə şikayət etmirlər. Demir ki, ya Rabbi, mən sənin üçün səfərə çıxdım, mən sənin üçün hicrət etdim, mən sənin üçün bu əziyyətlərə məruz qaldım. Ya Rabbi, mənə, yəni şikayəti Allahdan deyil. Şikayəti nədəndir? Qorxmuş olduğu şey Allah azza və cəllənin ona qəzəb etmir. Yəni Rəbbindən arxayındır. Rəbbi ilə bərabər, Rəbbinə olan zənnində, Rəbbinə olan müamiləsində Peyğəmbər sallallahu aleyhi və səlləmin zərrə qədər bir sorunu yoxdur. Qorxur ki, Rəbbi ona qəzəblənər. Yəni, indiki insanların, bax, necə tərsinədir? İndiki insanlar başlarına bir iş gəldikləri zaman Allah azza və cəlləni günahlandırırlar, düzdür? Amma Peyğəmbərə bax, nə edir? Peyğəmbər sallallahu aleyhi və səlləm özündə axtarır. Yəni, görəsən sorun məndə demir, görəsən Rəbbim mənə qəzəb edib, aleyhissalatu vesselam buna baxır. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm həmin bağdan çıxır. Yəni, duasını eləyir və sahabə ilə bərabər o bağdan çıxıb aralandıqdan sonra deyir ki, aleyhissalatu vesselam başımı qaldırdım. Bu, eyni zamanda hədisin arxasıdır. Yəni, Ayşə namızdan gələn rəvayətin arxasıdır. Mən deyir, başımı qaldırdım, bir buludun məni kölgələndirdiyini gördüm. İçində Cəbrail var idi və mənə dedi ki, Allah sənin qövmünün sənə dediklərini və cavablarını eşitdi. Yəni, Allah, sən onlara getmişdin, onlar nə dedilər, sən onlara nə dedin, onların sənə vermiş olduğu cavabı Allah eşitdi. Sənə dağlar mələyini göndərdi ki, istədiyini ona əmr edəsən. İndi siz təsəvvür edin ki, belə bir kədərdən sonra, belə bir üzüntüdən sonra, belə bir duanın arxasınca, yəni bilmirsən də sənə qəzəbdir, yoxsa bir sınaqdır, bir imtihandır, Allahın bir hikməti var, bunu bilmirsən. Tam bu duanın arxasınca Allah azza və cəllə nə edir? Dağlar mələyini göndərir və deyir, əmr et. Nə istəyirsənsə əmr et. Hətta mələk deyir ki, ey Muhammed, Allah mənə izin verdi. Əmr et, istə, iki dağın arasında onları həlak edim, deyir.
İki dağın arasında onları həlak edim. Necə insanın imanı artmasın, necə insanın o kədərdən sonra insana bir sevinç, insana bir rahatlama gəlməsin ki, Allahın yardımı artıq gəlib. Allah Azza və Cəllə bir mələyi sənin əmrinə verib ki, əmr et, istədiyini onlara edim. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, xeyirdir. Ümid edirəm ki, deyir, onların arasından tək Allaha qulluq edən və Allaha heç bir şeyi şərik qoşmayan bir nəsil yetişsin, bir nəsil gəlsin, deyir. Diqqət et, bu qədər zülmün içərisində aleyhissalatu və sələmi təhqir ediblər, onu daşlayıblar və hələ də bunu danışarkən yanında olan Zeyd deyir ki, Allah Resulü aleyhissalatu və sələmin yaraları qanıyırdı, deyir. Təsəvvür edirsən, bu əsnada belə Peyğəmbər sallallahu aleyhi və səlləm intiqam almaq yox, əksinə deyir, onların belindən tək Allaha qulluq edən bir nəsil gələr, deyir, mən buna ümid edirəm. Və Peyğəmbər sallallahu aleyhi və səlləm görsənir ki, həqiqətən də məqsədi, dərdi kafirləri alçatmaq yox, onları rəzil etmək yox. Halbuki bir dənə istəsəydi, Allah Azza və Cəllənin o göndərmiş olduğu mələk onları həlak etsəydi, insan həm sevinir, həm eyni zamanda kafirlərin önündə qələbə çalmış olur. Fəqət belə etmir. Aleyhissalatu və sələmin tək dərdi, qayəsi insanları oddan xilas etmək, insanları ateşdən xilas etmək olduğuna görə diqqət et, onlara mərhəmət hissi ilə yaxınlaşır. İndi sual yaranır ki, təsəvvür et ki, o kafirlərə qarşı bu qədər mərhəmətli olan Allahın Rəsulü Muhammed sallallahu aleyhi və səlləm möminlərə qarşı necə mərhəmətlidir? Möminləri necə sevir, əshabını necə sevir, ümmətini necə sevir ki, Allah Azza və Cəllənin ona vermiş olduğu, istəmiş olduğu hansı ki o duası qiyamət gününə Peyğəmbər sallallahu aleyhi və səlləm onu saxlayıb ki, ta ki ümməti üçün o duanı etsin. Ona görə bu hadisəni biləndə, bu hadisəni eşidəndə insana təəccüblü gəlmir onun hər namazda ümməti üçün dua etməsi. Yəni bir kafir qövmə qarşı ki, qəlbində bu qədər mərhəmət hissi olan, yəni onlara qarşı qisas alma hissini düşünməyən bir peyğəmbər ümməti üçün hər namazda dua etməsi o qədər də insana artıq nə etmir? Təəccüblü gəlir. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm artıq Məkkəyə dönməlidir. Yəni Məkkədən də belə deyək, qaçaq çıxıb. Yəni Məkkədən izinlə çıxmayıb və keçən dərs demişdik, Məkkədən bir bəldədən qaçaq çıxmaq normal izinlə çıxmaqla eyni deyil. Geri gəldiyin zaman daha böyük bir problemlə qarşılaşacaqsan və Peyğəmbər sallallahu aleyhi və səlləm tağutlardan 3 tağuta xəbər göndərir ki, onlar ona himayə etsinlər və Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkəyə daxil olsun. Onlardan ikisi Muhammedin bu çağırışını rədd edir. Mutim ibn Adi Peyğəmbər sallallahu aleyhi və səlləmin bu himayə istəyini qəbul edir. Dərsdə də anlatmışdıq, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləmin həmin o boykot illərində o vərəqin cırılmasına istəyən, o boykot vərəqinin ortadan qalxmasını istəyən şəxslərdən idi və o Allah Resulü aleyhissalatu və səlləmi himayəsinə götürür. Bu hadisədən qabaq, yəni himayə axtarmamışdan öncə Zeyd Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, ey Allah Resulü, bizim halımız nə olacaq? Yəni getdik Taifə, bu halda geri qayıtdıq. İndi Məkkəyə girməliyik, girə bilmirik. Bizim halımız nə olacaq? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, narahat olma, Allah bizimlə bərabərdir və Allah bizə yardım eləyəcək. Bu qissə bizə nəyi xatırladır? Əbu Bəkrlə, radiyallahu anhu ilə olan qissəni xatırladır. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm o qədər arxayındır ki, Rəbbindən. İstəyir Məkkənin girişində olsun, istəyir bir mağaranın içərisində olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm Allah azza və cəllənin ona yardım edəcəyi barədə zərrə qədər şübhəsi yoxdur. Əbu Bəkrə demiş olduğu şeyi, üzülmə, narahat olma, Allah bizimlə bərabərdir. Eynisini Zeydə dedi, narahat olma, Allah bizimlə bərabərdir, Allah bizə yardım eləyəcək. Bunu bir şəxs necə deyə bilər? Necə bu qədər arxayın ola bilər? Ancaq Allahdan vəhiy alan, imanında yəqin olan, imanında zərrə şübhə olmayan bir kimsə bu qədər yəqin ola bilər ki, bu qədər qorxunun içərisində, bu qədər təlaşın içərisində insanların qorxduğu zaman qorxmamaq üçün nə lazımdır? Sənə göydən bir vəhiy gəlməsi lazımdır. Sənə göydən bir, yəni Peyğəmbərin, yəni əgər bəzi insanların iddia etdiyi kimi Muhammed bu dini özündən haşa uydurmuş olsaydı, belə anlarda ən çox qorxması gerəkən Muhammed olmalıydı. Niyə? Çünki bir, artıq ölümlə qarşı-qarşıyadır. İki, bütün indiyə qədər danışmış olduğu hər şey yalanlanacaq. Yəni bir dənə Muhammedi tapsalar, öldürsələr, bir dənə Muhammedi qaldırsalar yer üzərindən bitdi. Muhammedin gətirmiş olduğu bütün dəvət də getdi, danışmış olduqları şey də getdi. Amma o qədər arxayındır ki, bu niyə görə o arxayınçılıq səbəbi dediyi nədir? Allahdan vəhiy gəldiyinə görə, Allahın onu zayi etməyəcəyini bildiyinə görə. Necə ki Musa əleyhissalam Fironun qarşısına gedəndə nə ilə getdi? Yəni qorxu var idi, insani fitri bir narahatçılıq var idi. Allah nə də qorxma, mən sizinlə bərabərəm, eşidirəm və görürəm. Bitdi. Onunla bərabər Musa əleyhissalam nə etdi? Fironun qarşısına getdi ki,
Mutim İbn Adi Peyğəmbər sallallahu aleyhi və səlləmi öz himayəsinə alır və onu gətirir Məkkənin qırağına. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm orada namaz da qılır və aleyhissalatu və sələmi gətirir evinə də yerləşdirirlər. Onda Abu Cəhil belə bir sual verir. Deyir ki, ey Mutim, de görüm, deyir, iman etmisən, yoxsa sadəcə Muhammədi himayə etmisən? Kim deyə bilər? Yəni, Abu Cəhlin bu sualı verməsinin səbəbi nə idi? Niyə soruşur ki, iman mı etmisən, yoxsa onu himayənə mi almısan? Nə ola bilər? Niyə belə bir... Hər nədirsə onu himayəsinə alıb. Niyə belə bir sual versin ki? Bildim, bax, himayəsini qəbul eləyib. Zaten toplum qəbul elədi. Niyə sual verir ki, sən iman mı etmisən, yoxsa sadəcə himayə? Düşmənçiliyi eləyəcək, yoxsa dostluq eləyəcək. Bilsin, dostluqdur, düşmənidir. Bu adam böyük bir adam idi, güclü bir adam idi ki, əgər iman etsəydi, özlərinə qarşı olacaq bir adam olacaqdı. Çünki iman etsəydi, artıq onun himayəsi düşəcəkdi. Hətta nə olursan ol, kim olursan ol, nə qədər böyük vəzifədə olursan ol, sənin himayə etmiş olduğun kimsə sən iman etməmsənsə keçərlidir. Əgər iman etmisənsə, ona görə boşuna soruşmur. Deyə görüm, deyir, iman etdin, yoxsa elə belə himayənə mi aldın? Himayəni aldınsa, sənin sözün bizim yanımızda dəyərlidir. İman etdinsə, bitdi. Artıq sənin himayən deyil, sən də bizim hasmımızsan, sən də bizim düşmənimizsən, atalarının dinini tərk etmirsən, sənin özünü himayə edəcək birisi lazımdır. Diqqət et, bir dənə iman etdim ləfzi necə insanın həyatını çevirir. Yəni, iman etdim desə, tamamilə başqa bir şeylə qarşılaşacaq. Tam iman etmədim, himayəmə aldım. Əslində eyni şeydir. Feil olaraq himayəsini alıb. Ha iman etdi, himayəsini aldı. Ha iman etmədi, himayəsini aldı. Amma kafirlərin baxışı, sən iman edib bir insanı qoruyursansa, ayrı bir şeydir. İman etmədən qoruyursansa, mənim himayəmdə də deyirsənsə, bu ayrı bir şeydir. Əslində bugün bunu bir çox şeylə müqayisə edib insan gözünün önünə çox mənzərələri gətirib başa düşə bilər ki, o günkü kafirlərlə bugünkü kafirlərin arasında çox da dəyişən bir şey yoxdur. İman etdinsə, artıq onların o qara siyahısındasan, nə olursan ol. Keçmişin nə olursa olsun, rəngin nə olursa olsun, geyimin keçimin nə olursa olsun, altındakı sürdüyün maşın nə olursa olsun, sən onlar üçün bir fərqi yoxdur. Artıq sən iman etmiş bir kimsəsən. Bu da burada alınacaq olan ibrətlərdəndir. Burada başqa bir sual yarana bilər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm himayə axtarışındadır, bir bəldə axtarışındadır. Niyə görə Peyğəmbər sallallahu aleyhi və səlləm əshabı ilə bərabər Həbəşistana hicrət eləmir? Yəni, təsəvvür elə, Həbəşistanda əmin-amanlıq var. Kral onlara izin verib. Artıq o bəldələr yaşayırlar, rahatdırlar, heç bir problem yoxdur. Allah Resulü sallallahu aleyhi və səlləm başqa şey axtarışındadır. Amma gedib Həbəşistana yerləşmir. Siyər kitablarında bunun hikmətlərini bəhs edən alimlər deyirlər ki, çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabı üçün axtarmış olduğu şey başqa idi. Özü və dəvəti üçün axtarmış olduğu şey başqa idi. Əshabı üçün axtarmış olduğu şey nə idi? Onlar bəlli bir müddətə qədər əmanlıq içərisində, əziyyət görmədən, zülmə məruz qalmadan yaşayacaqları bir yer. Amma Peyğəmbər sallallahu aleyhi və səlləmin özünün hədəfi çox böyük olduğuna görə, daha böyük bir hədəf planladığına görə, onun məqsədi bu deyildi. Bir yerdə yaşayaq, sakit qulağımızla, sakit başımızla bir yerdə özümüzə yer eləyək, nə olur olsun deyildi. Peyğəmbər sallallahu aleyhi və səlləmin məqsədi, qayəsi tamam başqa bir şey olduğuna görə bu qədər əziyyət çəkməsinə rəğmən Taifə gedir, oradan geri gəlir, Məkkəyə girmək əziyyətdir, çıxmaq bir əziyyətdir, dayanmır, başqa insanların himayəsini axtarır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm başqa bir şey önünə hədəf qoymuşdu və həmin o hədəf qoymuş olduğu şeydə də rahatçılıq yox idi. Yəni, digər əshabını göndərmiş olduğu yerdə bir rahatçılıq var, amma özünün girmiş olduğu yolda rahatçılıq yoxdur. Ona görə alimlər deyirlər ki, özü üçün axtarmış olduğu başqa bir şey idi, əshabı üçün isə axtarmış olduğu şey başqa bir şeydir. Yəni, zahirən görsənir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabı hicrət edib bir məşəqqət içərisindədir. Peyğəmbər sallallahu aleyhi və səlləm geridədir deyil. Allah Resulü sallallahu aleyhi və səlləm daha böyük bir şey planladığına görə əslində daha böyük bir məşəqqətin içərisindədir. Əslində daha böyük bir çətinliyin içərisindədir aleyhissalatu və səlləm. O da nədir? İlərdə gələcək. Niyə görə Peyğəmbər sallallahu aleyhi və səlləm məhz bu yolun içərisində idi? Nəyə görə Peyğəmbər sallallahu aleyhi və səlləm Həbəşistana hicrət etmədi? Və həmçinin bu onu göstərir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu çətinliklər içərisində aleyhissalatu və səlləm şərtlərə baxıb, duruma baxıb, vəziyyətə baxıb, mən də gedim Həbəşistanda yaşayım, mən də gedim əshabın yanında yaşayım, belə bir şeyin içərisində artıq bu qədər aleyhissalatu və səlləm yoxluyur. Ora gedir, bura gedir, alınmır, onunla danışır, alınmır, bununla danışır, alınmır. Var. Peyğəmbər sallallahu aleyhi və səlləm bunların hamısına rəğmən, o durumun şərtlərinə rəğmən, yəni qanın içərisində də başqa çözüm axtarır.
Təsəvvür edirsən, hələ də gəlib, yəni elə bir yaralardır ki, hələ də Məkkədədir və hələ də yaraları üzündədir, yaraları gözündədir və buna rəğmən aleyhissalatu vesselam nə etmir? Geri durmur. Yəni, o şərtlərə baxıb geri durmur. Aleyhissalatu vesselam nə edir? Bir daha mübarizə aparır, bir daha mübarizə aparır, bir daha mübarizə aparır, ta ki istəmiş olduğu hədəfə gəlib çatana qədər. Elm əhli deyir ki, bu Rasulullah sallallahu aleyhi və səlləmin haqq dəvəti üzərində etmiş olduğu səbat idi. Yəni, əgər bir insan haqq üzərində olduğunu bilirsə, haqq yolda olduğunu bilirsə, o insan şərtlərə baxıb məsələni dəyərləndirmir deyirlər. Yəni, şərtlərə baxıb məsələni dəyərləndirmək nədir? Kimdir bizi dinləyən? Və bu günün şərtlərində danışacaqsı olsaq, kimdir bizi dinləyən? Bizi nə qədər insan dinləyəcək ki? Biz nə qədər insana xitab eləyəcək? Deyil. Peyğəmbər sallallahu aleyhi və səlləm yola çıxmağı gərəkdiyi yerdə yola çıxır. Danışması gərəkdiyi yerdə danışır. Getməsi gərəkdiyi yerdə gedir. Peyğəmbər sallallahu aleyhi və səlləm şərtlərə baxıb məsələləri dəyərləndirmir. Niyə? Elm əhli deyir ki, çünki Allah Rasulunda bir ümid var idi. Həmin o ümid nə idi? Həmin o ümid bir gün insanların onu anlayacağı idi. Bir gün insanların onu anlayacağı idi. Bu günləri məsələn biz nə qədər insanlara anlatır və o ümidlə anlatırıq ki, bir gün bunlar bizi anlayacaq. Bu gün bizi söyürlər, bu gün bizi təhqir eləyirlər, bu gün bizi alçaldırlar, bu gün bizimlə istehza eləyirlər. Eyb etməz, gün gələcək onlar anlayacaqlar. Belə ümidlə yaşayan insanlar nə qədərdir ki? Nə qədər belə insanlar var ki, o ümidlə yaşayır ki, narahat olma. Bir gün gələcək, onlar bizi anlayacaqlar. Nə qədər müsəlmanlar olub ki, bir qardaş onu dəvət eləyib uzun illər. İman edəndən sonra deyir ki, Allah ondan razı olsun, məndən əl çəkmədiyi deyir. Düzdür? Deməli, gün gəldi, anladı. Sən də o ümidlə nə inirsənsə, o ümidlə eləyəcəksən ki, bir gün bu insanlar bizi anlayacaqlar. Bir gün bu insanlar bizə haqq verəcəklərsən. Allah Rasulü sallallahu aleyhi və səlləmin həmin o şərtlərə baxıb üzülməməsinin təməlində duran ən böyük səbəblərdən birisi Peyğəmbər sallallahu aleyhi və səlləm nə etdiyini bilirdi, nə üçün etdiyini bilirdi, necə bir yola çıxdığını bilirdi. Biz də şərtlərə baxacaq olsaq, məsələn, bu günün şərtlərinə baxacaq olsaq, o zaman çox şeydən geri durmağımız lazımdır. Danışmağımız niyə lazımdır ki? Niyə insanları dəvət eləyəcək ki? Örnək verirəm, niyə bu dərslərə qatılırıq ki? Niyə bu dərsi keçmək zorunda hiss edirəm ki özümü? Niyə insanlara tövhiddən danışmaq zorunda? Onsuz da anlamırlar. Onsuz da gir kommentariyalara bax, söyən var, istehza eləyən var, alay eləyən var. Niyə danışacaqsan ki? Niyə anlatacaqsan ki? Şərtlər o deyil, vəziyyət o deyil, durum o deyil. İnsanlar bu günləri səndən elə bir istehza eləyir ki, bəzi müsəlmanlara o istehza toxunur. Məsələn, gəlir deyir ki, nə deyir səndən istehza eləyən, sən dindən danışırsan, deyir insanlar kosmosa uçur. Düzdür? Amma saqqalına dindən danış. Hələ insanlar deyir halda baxırsan ki, müsəlman insan bu havası dəyişib. Düşüb o dünyanın cəlb edici o sözlər ki var, aldanıb ona. Elə bilir ki, həqiqətən müsəlmanlar boş danışan, boş şeylərə çağıran, boş işlərlə məşğul olan, amma insanlar kosmosa uçublar. Yəni bu şeylərə getməmək, bu şeylərə, bu sözlərə aldanmamaq, bu sözlərin hilələrinə, şeytanın hiləsi olduğuna, şeytanın oyunu olduğuna aldanmamaq. Çünki o zəlalət əhlidir, sən müsəlmansın. Çünki o Peyğəmbər sallallahu aleyhi və səlləmin o baxdığı, o hansı ki aleyhissalatu və səlləmlə istehza elədilər, ələ saldılar, gün gəldi, yerlər dəyişdi və gün gələcək Allah azza və cəllə xəbər verir ki, qiyamət günü yerlər dəyişəcək. Bu dünyada istehza eləyən müşriklər o gün gələcək, möminlər onlarla istehza eləyəcəklər. Sən onu gözünün önünə gətirəcəksən. Çünki mömin olan insanın həqiqi diyarı bu diyar deyil. Baxmış olduğu pəncərə bu diyarın pəncərəsi olmamalıdır. Axirət pəncərəsindən işə baxanda bütün işlər öz reisinə düşür, öz yoluna düşür. Sən bilirsən ki, bir gün Rəbbinlə qarşılaşacaqsan, sənin üzərinə düşən şey nədir? Onu etmisən. Yəni, məsələnin sonu, məsələnin aqibəti o səni anlayacaq, anlamayacaq. O səninlə istehza eləyəcək, yoxsa o səni alqışlayacaq ki, maşallah, nə gözəl, anladıq, biz də bu dini anladıq, biz də bu dinə icabət etdik. Sənin üçün çox da önəmli deyil. Sənə düşən şey nədir? Peyğəmbərə düşən şey nədir? Gedib danışmaq, getdi danışdı. Əziyyətə məruz qaldı, geri gəldi, bir də getdi danışdı. Həqiqətən bu şey iradə, davam etmək, həmin o inanmış olduğun, haqq görmüş olduğun şey üzərində səbat etmək bütün xeyirli olan insanların vəsfi olub. Hətta bununla bağlı Teymur Ləngin bir qissəsi var. Çoxunuz bəlkə eşitmisiniz. Döyüşlərin birində məğlub olur, mağara çəkilir. Mağara çəkilib oturanda baxır görür ki, bir dənə qarışqadır balaca, əlində bir qidası var və onu bir daşın üzərinə qaldırmağa çalışır. Qaldırır, düşür yerə, təzədən götürür, bir də qalxır. Təzədən düşür yerə, bir də götürür, qalxır və deyir ki, onu saydım təqribən deyir 63 dəfə və yaxud da 70 dəfə deyir eyni şeyi elədi və sonra deyir o dağın üzərinə qalxdı. Teymur Ləng dönür ordusuna deyir ki, ya burada şəhid olacağıq, ya da deyir zəfər çalacağıq. Həmin o qarışqadan almış olduğu ibrətdə zəfər
zəfər çaldığı döyüşlərdən olur. Bir dənə qarışqadan baxır, ibrət alır. Həmin bu səbat etməyi, haqq görmüş olduğun şey üzərində inad etmək, səbat etmək, davam etmək bu həqiqətən də yəqin inanan insanların vəsfidir. Yəqin olmayan insan oynaq insandır. Yəqin olmayan insan o kosmos misalı gələn kimi deyəcək ki, hə, deməli kosmos olacaq. Elə bilir ki, İslamı tərk eləsə kosmos olacaq. İslamı tərk edib başqa işlərlə məşğul olsa, sanki o hocalardan birinin məşhur bir sözü var, deyir ki, sanki bunlar kosmos uçurdular. İlişdilər bizim saqqalımıza, qaldılar yarı yolda. Yəni zaten siz kosmos uçmurdunuz. Zaten sizin kosmosda bir işiniz yoxdur. Məqsəd nədir? Məqsəd müsəlmanları küçümsəmək, məqsəd iman edən insanları alaya almaq. Bu tarixən baş verib. Ən xeyirli göydən vəhiy gələn kişilərlə istehza edilibsə, onlara tabe olan əshab ələ salınıbsa, daşqalaq edilibsə, bu şeylərə səbat edəcəyik. Amma necə səbat eləyəcəyik? Onlar bir təhqir eləyəndə biz onu təhqir eləyəcəyik, yox. Onların səbat etdiyi yerdə səbat edəcəyik. Dəvətimizi insanlara çatdıracağıq. Onların qışqırtmalarına, onların sözlərinə, onların təhqirlərinə nə etməyəcəyik? Önəm verməyəcəyik dəvət məqamında. Dəvət məqamında bizim işimiz Allaha dəvət etməkdir. Amma bugün mə'ələsəf görürsən ki, insanlar kommentlərdə, şərhlərdə biri söyür, o birisi ondan betər söyür. O nömrə atır, gəl görüşək. O bilmə, zənn edir ki, İslamın izzətini göstərir. Belə izzət olmur. Belə izzət olmur. Sən Allah Resulü sallallahu aleyhi və səlləm yolunu tərk etmisənsə, sən Muhammeddən daha izzətli ola bilməzsən. Sən Əbu Bakırdan daha izzətli deyilsən. Sən Həmzədən daha izzətli deyilsən. Onların səbat etdiyi yerdə səbr eləyəcəksən. Niyə? Yəni biz Allah Azza və Cəllə bizi nəfsimiz var da. Nəfsimiz nə istəyir? Təhqir eləyəni təhqir eləmək, düzdür? Təhqir eləyənə cavab vermək, təhqir eləyəndən görüş təşkil edib onunla görüşmək, ağzına burnunu dağıtmaq. Bu nəfsin istəyidir. Allah nə deyir? Nəfsin istəyini boğanlar üçün cənnət var deyir. Yəni bizim nəfsimiz çox şey istəyir də, düzdür? Amma məsələ nədir? Nəfsin istəyini, nəfsin havası var, nəfsin arzusu. O arzunu Allah üçün bastırmaq. Düzdür? Allahın Rəsulu nə edib? Onun əshabı nə edib? Mənim nəfsimin istəyi başqa bir şeydir. İttiba budur da. İttiba ancaq nəfsin xoş gəldiyi yerlərdə deyil ki. Məsələ ittiba, tabe olmaq hardadır? İnsanın nəfsinin istəmədiyi yerdə ittiba etməsi. Deməli, əgər Peyğəmbər sallallahu aleyhi və səlləm bu dəvət üçün yeri gəldiyi zaman, məqam gəldiyi zaman susubsa, sən də yeri gəldiyi zaman, məqam gəldiyi zaman dəvət üçün susacaqsan. Baxacaqsan ki, etmiş olduğun diyaloq, qurmuş olduğun diyaloq, etmiş olduğun əməl bu dəvətə zərər gətirirsə, onlar qulaqlarına tıxadığı kimi sən də tıxayacaqsan. Mən gəlmişəm bura Allahın dinini anlatmağa. Sən təhqir eləyə bilərsən, sən saqqalımla istehza eləyə bilərsən, sən qaşımla, gözümlə istehza eləyə bilərsən, amma Peyğəmbər nə elədi? Dəvətinə davam elədi. Mən də dəvətimə davam eləyəcəm. Bununla bağlı bir sözüm varsa bunu de, yoxdursa Allah Azza və Cəllə cahillərlə möminlər müxatab olmazlar. Onlara nə deyirlər? Sizə salam olsun deyib gedərlər. Bu şəkildə alacağımız ibrətlərdən də biri eyni zamanda Peyğəmbərlərin, əshabın qissələrindən bu şeylərdir. Və dedik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Taif günü əziyyət çəkmişdi. Həqiqətən də bu qissəni oxuduğu zaman Allah Resulü aleyhissalatu və səlləmin necə bir əziyyət içərisində, xüsusən də o başda imkanınız olsa duanı tapın, bir daha özünüz oxuyun və yaxud da onu bir daha özünüz dərsdə dinləyin. Görəcəksiniz ki, həqiqətən o duanın içərisində necə bir kədər var, necə bir üzüntü var, necə bir qəlb qırığı. Yəni insan bəzən olur elə bir şəkildə dua edir ki, yəni ya Rabbi sən ən aziz olan sənsən, ən aciz olan mənəm. Yəni sən aləmlərin Rəbbisən, məni kimə buraxırsan, sən mənə yardım etməsən, mənə kim yardım eləyəcək? Yəni elə bir aciziyyətdir ki, orada hər bir kəlmədə, hər bir sözdə Peyğəmbər sallallahu aleyhi və səlləmin necə kədərləndiyini, necə üzüldüyünü görmək mümkündür. Həqiqətən bu Taif qissəsi insanı üzən, insanı kədərləndirən qissələrdəndir. Allah Azza və Cəllədən istəyirəm ki, Allah Azza və Cəllə bizi o sıddıqlarla, şəhidlərlə, peyğəmbərlərlə bərabər etsin. Allahumma amin və axiru davana enilhamdülillahi rabbil alamin.